Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizləri. Bugün sizlərlə İzə Yayımları 3-cü sinif riyaziyyat kitabından qaldığımız yerdən davam edirik. Artıq 7-ci bölmə üzrə mövzularımızı bitirmişik. Sistematik qiymətləndirmə testlərimizi işləyəcəyik. Baxaq indi də çalışma 1-ə. Baxaq dostlar. Uyğunluğu müəyyən edin. Gəlin baxaq. 29 vurulub 6. 29-u 6-ya vursaq neçə eləyər? 174. 45 vuraq 9. Neçə eləyər? 405. 26 vuraq 7. 182. 65 vuraq 3. 195. 69 vuraq 5. 345. 54 vuraq 9. 486. İndi də baxaq çıxmalara. 400 çıxaq. 226 neçə eləyər? 174. Uyğunluq belədir. Baxırıq indi. 258 toplandıq neçə? 87. Cavab neçə eləyər? 345. Bu hissə ilə gəlir, bərabərləşir. Baxırıq uşaqlar 692 çıxaq 206 neçə eləyər? 486. 486 hardaydı? Gəlir bura. 395 çıxaq 213. 395-dən 213 çıxsaq 182 eləyir. Baxırıq bu qayda ilə 111 toplanıbdı 294. Cavab eləyir 405. 634 çıxaq 439. Cavabımız neçə eləyir? 195. Bu qayda ilə davam edirik. Baxaq indi də çalışma 2-yə dostlar. Baxırıq. Vurma əməlini həll edin. 325 vurulub 4. Neçə eləyər? 1300. 426 vurulub 2. Neçə eləyər? 852. 852. 189 vuraq 6. 1134. 436 vuraq 2. 872. 311 vuraq 3. 3 dəfə 1-in 3. 3 dəfə 1-in 3. 3 dəfə 3-ün 9. 933. 175 vuraq 5. 5 dəfə 5-in 25. 2 yadda 5 dəfə 7-in 35. 2 də yadda 37. 5 dəfə 1-in 5. 3 də 8. 875. 182 vuraq 4. 4 dəfə 2-in 8. 8 dəfə 4-ün 32. 2 yazırıq. 3 yazda 4 dəfə 1-in 4. 3 də 7. 728. Baxırıq bura uşaqlar. 358 vuraq 7. Eyir 2506. Bu qayda ilə davam etdik. İndi də baxağın çalışma 3-ə. Baxağın qalıqlı bölmə əməllərini hesablayın. Gəlin hesablayağın qalıqlı bölmə əməllərimizi. 98 bölək 4. 9-u 4-ə bölsək 2 dəfə 8. Bir dəqiqə. 2 dəfə 8. 1 qalır 8. 18-i 4-ə bölsək 4 dəfə 4-ün 16. 2 də qalığımız qalır. 67-ni 6-ya böldük. 1 dəfə 6. 7 gəlir. 1 dəfə 6. 11. 1 də qalıq. 85 bölək 3. 2 dəfə 3-ün 6. 2 qalır. 5 də gəlir. 25-i 3-ə bölsək 8 dəfə 3-ün 24. 1 də qalığımız qalır. Baxırıq indi 92-ni bölürük 7-yə. 1 dəfə 7. 2. 22-ni də böləndə 3 dəfə 1 də qalığımız qalır. 64-ü 7-yə 9-a bölsək 7 düşür. 1 qalığımız qalır. 86-nı 8-ə bölsək 10 düşür. 6 qalığımız. İndi isə baxağın çalışma 4-ə uşaqlar. Yüzlük mərtəbəsi 5, onluq mərtəbəsi 4 olan ən kiçik 3 rəqəmli ədədi 5-ə bölünməsində alınan qismət hansıdır? Necə deyir? 540 böləyin 5-ə. 5-i 5-ə bölsək 1 dəfə 4 gəlir. 4 bölünmür. 0 gələndə bura 1 0. 40-a 5-ə bölsək 8. Demək cavabımız neçə olur? 108 C bəndi. Baxırıq 5-ci sualımıza. Elman və 2 dostu 291 qəpik pulu öz aralarında bərabər böldülər. Hər birinə düşən pul 1 manat puldan nə qədər azdır? Nə edirik? 291-i bölürük 3-ə. Çünki Elman və 2 dostu deyir. 9 dəfə 3-ün 27.
27, 2, bu da 1. 21'i də bölsək 7, 97. Demək, 1 manatın neçə qəpikdir? 100 qəpikdir. 100-dən də 97 çıxsaq neçə qalır? 3, B bəndi. Baxırıq indi 6-cı sualımıza. Baxaq uşaqlar 6-ya. 5, 7 və 3 rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə yazılan ən böyük 3 rəqəmli ədədi 3 dəfə azaldın. Neçə götürə bilərik? 753 götürə bilərik. 3-ə bölürük. 2 dəfə 3-ün 6, 1, 5 də gəlir. 5 dəfə 3-ün 15, 3 də gəlir. 1 dəfə 251 cavabımız olur. D bəndi. Baxırıq indi də 7-ci sualımıza. Baxaq uşaqlar. Fəhlə 4 günə 280 detal hazırlayıb. O bir həftəyə neçə detal hazırlayar? Əvvəl nə edirik? 280-i 4-ə bölürük ki, bir günü tapaq. 280 bölək 4. Neçə edir? 70. Sonra nə edirik? 70-i 7-yə vururuq ki, bir həftəyə olan işi tapırıq. 70-i də 7-yə vursaq 7 dəfə 7-nin 49. 0 da gəlir 490. Cavabımız olur. C bəndi 490. Baxırıq indi də 8-ci sualımıza uşaqlar. Baxağım. Bağdan yığılan 76 kiloqram alma, 32 kiloqram armud, hər birində 9 kiloqram olmaqla yeşiklərə yığdılar. Neçə yeşik alındı? Nə edirik uşaqlar? 76, 32 toplayırıq əvvəl. 76 ilə 32-ni toplasaq neçə edir? 8 olur 108. Sonra nə edirik? 108-i 9-a bölürük. 108-i 9-a bölsək 12 düşür. Cavabımız olur. D bəndi. Baxırıq indi də 9-cu sualımıza. Uşaqlar baxağın 9-a. 5 günə 450 sm parça işlədən dərzi bir həftəyə nə qədər parça işlədə? Nə edirik? 450-ni əvvəl bölürük 5-ə. Ki, bir günü tapaq. 5-ə bölsək neçə düşər? 90. 90-ı nə edirik? Sonra 7-yə vururuq. Neçə edir? 630. Baxırıq burada C bəndində 63-dür. Demək, desimetrə keçirsək neçə olur? 630 desimetr. Cavabımız 63 desimetr cavabımız olur. A bəndi. Baxırıq indi də 10-cu sualımıza baxağım. Satıcı 42 kiloqram pomidor, 37 kiloqram xiyar və 23 kiloqram bibəri 3 kiloqramlıq yeşiklərə yığdı. Neçə yeşik lazım oldu? Nə edirik? 42, 37, 23 toplayırıq. Neçə olur? 102. Sonra nə edirik? 102-ni 3-ə bölməliyik. Cavabımız neçə olur? 34. A bəndi. Baxırıq indi də 11-ci sualımıza. Uşaqlar baxağın 11-ə. 124-ün yarısı ilə 69-dan 3 dəfə kiçik ədədin cəmini tapın. 124-ün yarısı deyirsə nə edirik? 124-ün yarısı olar 62. Eləmi? Bizdən nə soruşur? Yarısı ilə 69-dan 3 dəfə kiçik. Nə edirik? 69-u 3-ə bölürük. 69-u 3-ə bölsək neçə düşər? 23. Sonra nə edirik? Cəmini tapırıq. 62-nin üstünə neçə gəlirik? 23 gəlirik. Cavabımız neçə olur? 85. Cavabımız olur. A bəndi 85. Baxırıq indi də 12-ci sualımıza. Baxağın uşaqlar 12-yə. 804 ədədin əvvəlcə 4 dəfə, sonra isə 3 dəfə azaldım. Baxaq uşaqlar, 804 ədədini əvvəl 4 dəfə azaldırıq. 804-ü nə edirik? 800, bir dəqiqə. 804-ü əvvəl bölürük 4-ə. Neçə düşər? 2 dəfə. 8, 0 gəlir, 4, 1 dəfə. 201. Sonra nə edirik? 201-i də 3 dəfə azaldırıq. 201-i də 3 dəfə azalsaq neçə düşür? 3-ə yəni bölürük. 201-i də 3-ə bölsək eləyir 67. Cavabımız hansı olur uşaqlar? 12-ci sualda cavabımız olur C bəndi 67. Baxarıq indi də 13-cü sualımıza. Kvadrat şəkilli evin perimetrini 348 metrdir. Evin bir tərəfinin uzunluğu nə qədərdir? Nə etməliyik? Kvadrat şəkilli deyirsə 4-ə bölməliyik. 348-i də 4-ə bölsək neçə düşər uşaqlar? 87 C bəndi. Baxırıq indi də 14-cü sualımıza. Yüzlük mərtəbəsi 5 olan, yazırıq 5. Ən kiçik 3 rəqəmli tək ədədi 3 dəfə azaldıb. 3 rəqəmli tək ədəd deyirsə 501 götürə bilərik. 3 dəfə azaldırıq. Baxağım, 3-ə bölsək neçə düşər? 1 dəfə 5-in, bir dəfə 3-ün 3, 2 gəlir, 20-ni bölsək, neçə düşür? 6 dəfə 3-ün 18, 2 qalır, 1 də gəlsə 7, 167 düşür. Eləmi? Sonra biz nə edirik? Bizdən nə soruşur? Bir dəqiqə, 167, alınan qisməti 2 qatını hesablayın. Sonra nə etməliyik? 167-ni 2-yə vururuq. 167-ni 2-yə vursaq neçə? 2 dəfə 7-in 14, 4 yazırıq. 1 yadda, 2 dəfə 6-ın 12, 1 də 13, 2 dəfə 1-in 2, 1 də 3. 334 cavabımız olur. D bəndi
334. Baxırıq indi də uşaqlar 15-ci sualımıza baxaq. 332 ədədini 3 dəfə artırıb, sonra isə 2 dəfə azaltsaq neçə alınar? Əvvəl nə edirik? 332-ni nə edirik? Artırırıq. 3-ə vururuq. Neçə eləyər? 3 dəfə 2-nin 6, 3 dəfə 3-ün 9, 3 dəfə 3-ün 9. Sonra nə deyir? 2 dəfə də azaldırıq. Sonra bölürük 2-yə. 4 dəfə 2-nin 8, 1, 9, 4 dəfə yox, 9 dəfə 2-nin 18, 1 qalır, 16-nı da bölsək 8, neçə eləyir? 498 cavabımız olur. A bəndi 498. Əziz dostlar, bugünlük bu qədər. Növbəti videolarda görüşərik, sağ olun.